Bura bir adadır və adanın bir adalı identikliyi olmalıdır. Yəni yaxşı tərəfi bəlkə odur ki, bura Xırdalının vəziyyətinə düşməyib. Bura baxırsan və inanmırsan ki, burada nə vaxtsa həyat olub. Buradakı ərazi çoxdur. Burada neçə ki evsiz olmalıdır. Adanın bir tərəfindən digər tərəfinə velosipedlə gedə bilərsiniz. Niyə də yox? Ən böyük problemlərindən biri nədir? Lazımsız hasarlar. Biz bugün bu mədəniyyət evinə daxil ola bilmirik. Heç həyətinə daxil ola bilmirik təəssüf ki. Hasar problemi hər yerdə özünü göstərir. Düşünürəm ki, hər kəs buranı gəlib görməli. O qədər gözəl burada atmosfer var ki. Dostlar, arxada gördüyünüz körpünün cəmi 8 yaşı var və o bugün baxdığımız Piralaha adasını Abşeron yarımadası ilə birləşdirir. Uzun illərdir bu haqda bir vlog çəkmək istəyirdik. Bilirsiniz ki, mən sizə həm Bakıdan, həm digər regionlardan vloglar göstərirəm. Həm mən, həm mənim qonaqlarım bu haqda danışır. Bizim qəsəbələrimiz, yaşayış məntəqələrimiz, bu belə deyim də urbanistik cəhətdən, insan yönümlü şəhərlər cəhətindən nə dərəcədə bax bu kriteriyalara cavab verir. Eyni zamanda biz bu vloqlarda həm tarixdən, memarlıqdan, həmin qəsəbələrin ümumiyyətlə hər hansı bir hekayəsindən danışırıq və mütləq dedik ki, Piralahadan bir vloq olsun və bir gün biz məhz bu adaya baxacağıq. Bəli, Piralaha adası ayrıca olaraq Bakının bir rayonudur, Piralaha rayonuna gedir bura və vaxtilə keçmiş Sovet dövründə bunun adası Artyom idi və hələ də yerli sakinlər bura Artyom deyir və kim Artyom adasının, Piralaha adasının hekayəsini bilirsə, tarixini bilirsə, bilir ki, əvvəllər Abşeronla Piralahanı yalnız gəmilər birləşdirib, yəni burada heç bir yol olmayıb. Sonradan 53-cü ildə burada damba tikilib, dambada əvvəl dəmir yol üçün nəzərdə tutulmuşdu. Daha sonra avtomobil yolları tikildi. Sonra bəzi kriteriyalara görə dedilər ki, damba deyil, məhz körpü daha təhlükəsiz olan bir variantı. Bax, bu körpünü 2017-ci ildə inşa etdilər. Məncə maraqlı bir vlog olacaq, unikal bir vlog olacaq. Odur ki, siz mütləq rəylər bölməsində gözləyəcəm. Necə alındı, yəni maraqlı oldu mu, olmadı mı? Əgər siz burada hətta yaşayırsınızsa belə, xüsusilə sizin rəyləriniz bizim üçün önəmlidir. Mütləq bax, şərhlər bölməsində yazın. Mən və mənim qonaqlarım hər zaman şərhləri oxuyurlar və belə videolara daha çox görmək istəyirsinizsə, təbii ki, kanala da dəstək göstərə bilərsiniz. Bax, bizim patronlar öncədən vlogların anonslarını görür, bilir nə haqda çəkilir, harda çəkilir. Siz də bizim communitimizə qoşula bilərsiniz, bizim müzakirələrimizə qoşula bilərsiniz, bizə məsləhətlər verə bilərsiniz, hətta haranı çəkək, necə çəkək, nə işıqlandıraq və təbii ki, yeni videoların hazırlaması üçün ən önəmli stimullardan biri məhz sizin abunə olmağınızdır. Yəni, kanal böyüyür, biz bilirik ki, bəli, əgər siz abunə olursunuzsa, deməli, yeni videoları gözləyirsiniz. Odur ki, kanala indidən abunə olun ki, mən də bilim ki, yeni videolar çəkmək mütləq lazımdır ki, çünki siz bunu gözləyirsiniz. Biz söz uzatmadan başlayırıq, gedirik Piralahaya baxmağa. Yaxın əyləşin, biz başlayırıq. Dostlar, ilk növbədə sizə Piralaha boyu keçən bir əsas küçələrdən deyim. Səməd Vurğun küçəsidir. Əsas arteriyalardan biridir və əksər yaşayış binaları, əsas parklar və digər binalar məhz bu küçə boyu yerləşir və həqiqətən bu küçəni çox bəyəndim. Nəyə görə? Kifayət qədər yəni genişdir, yaşıllıq var burada və eyni zamanda burada səki də nəzərdə tutulub. Səki burada öz yaşıllıq bufer zona ilə ayrılıb. Piyada keçidi təbii ki, burada pandus yoxdur və soruşarsınız ki, daha da insan yönümlü etmək üçün nə etmək olar? Təbii ki, burada məsəl üçün velosiped zolaqları da hətta salmaq olar. Yəni bütün ada boyu, yəni böyük bir trafik yoxdur, heç kim bundan şikayət eləməyəcək və adanın bir tərəfindən digər tərəfinə velosipedlə gedə bilərsiniz. Niyə də yox? Burada sadəcə mən deyərdim ki, piyada keçidləri nəzərdə tutula bilərdi məhəllənin girişlərində ya da ki, bu eyni səviyyədə ola bilərdi ki, tam bariyersiz bir mühit olsun, amma Sovet vaxtında belə standartlar yox idi, belə yanaşma yox idi. Amma ümumi deyim ki, Bakının digər küçələrə nisbətən bu yaxşı bir insan yönümlü küçə sayıla bilər. Mən buna çox müsbət baxıram və həqiqətən də Piralahının da və digər kiçik zamanda sənaye şəhərləri kimi layihələndirilmiş şəhərlərimizin hamısının ortaq xüsusiyyətləri var. Geniş səkilərdir, yaşıl zolaqlardır, geniş avtomobil yollarıdır ki, geniş avtomobil yolları bir yanaşma olaraq təbii ki, problemlərin siyasındadır. Geniş səkilər də aşırı geniş olarsa da problemlərin siyasındadır təbii ki. Amma ən azından sahəmiz var ki, işləyə bilərik bu sahəni və bu sahəni biz müxtəlif eləyə bilərik ki, müxtəlif nəqliyyat növlərinin istifadəsindən burada söhbət açmaq olar. Multimodal bilir. Multimodallıq yaratmaq olar, ən azından velosiped üsulu ilə. Nədən bu ərazidə velosiped zolaqları, yolları salınmasın? Misal üçün ki, bura bir adadır və adanın bir
adalı identikliyi olmalıdır. O identikliyi təbii ki, velosipedlə hərəkət etməyin əsasında yaratmaq olar. Ki, buranın ümumiyyətlə sürəti daha aşağı olmalıdır indikindən. Bu asfalt yolları təbii ki, biraz sakitləşdirmək lazımdır və buranın nəqliyyatının müxtəlifliyi vasitəsilə buna nail olmaq olar və pirallahılı, yəni velosipedli pirallahılı bir identikliyi təbii ki, formalaşdırmaq lazımdır məncə. Nə deyirəm? Bura adadır. Adanın bir identikliyi olmalıdır və insanları bura cəlb edən hansısa bir turistik xüsusiyyət olmalıdır. Onun birini, bəli, daha urbanistik cəhətdən daha sağlam bir mühitin hesabına həyata keçirmək mümkündür. Dostlar, bu avtobus dayanacağıdır Pirallahıda və fikir verdim ki, Pirallahının öz loqotipi də var, belə çıxır. Bu Pirallahın icra hakimiyyətinin belə loqotipidir. Bizə hardasa Dubaya oxşuyur, elə bir bu Dubayda burcalar var. Onun loqotipinə oxşuyur, amma bu belə başa düşürəm ki, bu parusdur. Hə, bu belə bir qayıqdır. Hə, bu belə bir qayıqdır. Hə. Çox maraqlıdır. Bax, hətta avtobus dayanacağını belə unikal etməyə çalışıblar. Burada taxtadan olan oturacaq. Yenə də hər zaman kim vloqlara baxır bilir ki, taxta oturacaqlar daha rahatdır. Nə soyuqda çox soyuq olur, yenə də istidə çox qızır. Belə bir səliqəli avtobus dayanacağı. Amma onu da qeyd eləmək lazımdır ki, o yolun o bir tərəfində artıq səki zəbt olunub. Bax, burada obyektlər tikilib və həmin piyadaların orada hərəkəti artıq o qədər də buradakı kimi rahat deyil. O dayanacaqla bağlı bir nüans var. Burada kifayət qədər, yəni burada yer var dayanacağın arxasında. Amma nəyə görəsə dayanacaq məhz səkin hesabına təşkil ediblər və burada dayanacaq bir balaca arxada olsaydı məncə heç bir problem olmazdı. Yəni zaten o ərazi istifadə olunmur, amma piyadalar üçün daha geniş bir səki ərazisi qala bilərdi. Bəlkə də ola bilsin ki, mən bunu dəqiq bilmirəm, bəlkə də o vaxt səki daha geniş idi, sonradan bax bu cibi yaratdılar. Onu yalan deyərəm. Amma indiki mövcud vəziyyətdə çox asan bir həllərdən biri ola bilər ki, dayanacağa biraz arxaya çəkib piyadalar üçün daha böyük bir yer ayıra bilərdik. Çünki şəhər ilk növbədə piyadalar üçün rahat olmalıdır ki, insanlar piyada gəzməyə qısa məsafələrdə daha meyilli olsun. Və burada Səmədullah küçəsi boyu, bax bu köhnədən qalan, bax bu 5 mərtəbəli binalardır, 4-5 mərtəbəli binalardır. Fikir verin, burada da hətta sıfırdan girişlər var və belə bir yoldan ayrılan belə bir həyətlər, hətta uşaq meydançası var. Düzdür, torpağın içindədir. Qışda, yəni qışda, payızda bu hamısı palçıq olacaq. Amma həyət özü, fikir verin, bax belə geniş yaşıl həyət burada da tapmaq olar. Ümumiyyətlə, bunu bir daha qeyd edək ki, bu həmin bu küçələr 60-cı, 70-ci illərin belə deyək də şəhərsalma yanaşmalardır, modernist şəhərsalma yanaşmasıdır. Bu da bu binaların özlərinin belə, yəni Xruşovla çox da aidiyyəti yoxdur. Bunlar fransız layihələri idi zaten, fransız tipli layihələr idi. Yəni qısa müddətdə insanları mənzillə təmin etmək. Bunlar elə məhz Xruşovka binalardır. Çünki həmin o Xruşovka tipli binalar, yəni fransız layihəli binalar təkcə 5 mərtəbələr deyildi. Onun 3 mərtəbəli variantlar da var. Müxtəlif, yəni belə deyək, müxtəlif seriyalar var idi orada, seriya 1, yəni müxtəlif adlar vardı. Yəni bu da həmin o Xruşovka tipli binaların bir növüdür də, belə deyək, 4 mərtəbəli variantıdır. Yəni modernist şəhərsalma prinsiplərinin hakim olduğu dünyada, xüsusən sosialist ölkələrdə hakim olduğu dövrün məhsuludur. Yəni bildiyim qədər burada yeni tikililər də artıq tikilər. İndi baxın bu loqalizdə gedib taparıq onları, baxarıq. Amma bu yanaşma ümumiyyətlə burada qalmalıdırmı, yoxsa belə deyək, buradakı yeni tikililərin demək olar ki, bir çoxu biz baxdığımız tikililər, yəni vizual olaraq gördüyümüz tikililərin bir çoxusu dövlət büdcəsi hesabına tikilən mənzil fondudur. Yəni ya məcburi köçkünlər üçün, ya müxtəlif, yəni hansısa müharibə veteranları üçün tikilən mənzillərdir. Burada yəni hansısa böyük belə deyək, tikililər, hansısa investor layihələrini mən ciddi şəkildə görmək olmur. İndi bu bizim kontekstdə yaxşıdırmı, pisdirmi? Yəni yaxşı tərəfi bəlkə odur ki, bura Xırdalının vəziyyətinə düşməyib. Amma əslində bunun özü pis bir şey deyil. Yəni investorların cəlb olunmağı, yeni tikililərin olmağı yaxşı bir, yəni inkişafın göstəricisidir. Amma bu Xırdalan yeni yasamal formatında olmamalıdır. Bu məhəllələrə gəlincə, bu məhəllələrin bu formatın saxlanılması hələ də müzakirə mövzusu. Hətta mənim magistr diplom işimin adı belə idi, Xruşovka tipli binaların sökülməsi yoxsa saxlanılması. Amma bunun üçün ciddi analizlər aparılmalıdır, texniki və sosial analizlər. Çünki burada binaların keyfiyyəti də önəmlidir. Bizim Xruşovkaların
bir çox yerlərdən fərqi odur ki, bizdə adətən ya panel tipli, ya daş binalar olub. Ona görə də qala da bilər, ola bilər ki, bunun istismar müddətini bitirməyibsə, qala da bilər. Bunun üçün Şərqi Almaniyada ümumiyyətlə bir çox postsovet və həmçinin belə deyək, Şərqi Avropa ölkələri, hansı ki, sosialist keçmişi olan ölkələrdə müxtəlif yanaşmalar var. Ona görə də bu adanın özündə yerli bələdiyyəsi, yerli büdcəsi olmalıdır. Sakinlər birbaşa bu maliyyənin xərclənməsində iştirak etməlidir. Sakinlər öz həyat şəraitini yaxşılaşdıqca əlbəttə ki, o bələdiyyəyə vergilərini də vaxtında verəcək və birbaşa belə deyək, öz məhəllələrinin, öz adalarının belə deyək, sahibi olacaqlar və bu işlərdə də müsabiqələr olmalı, memarlıq müsabiqələri, yəni həmçinin urbanistik həllər peşəkarlar tərəfindən bu seçildikdən sonra həmçinin yerli sakinlərin istəkləri, onların tələbləri də nəzərə alaraq, məsələ bu gəzdiyimiz sadə 4-5 mərtəbəli kvartallarda belə çox yaşamalı, yaxşı bir mühit yaratmaq olar. Dostlar, və giriş sözündə qeyd etdiyim kimi Piralahıya əvvəl qatarlar gəlirdi. Qaladan bura birbaşa qatarla gələ bilərdiniz. Abşeron dəmir yolunun bir hissəsi idi və çox yox, 15 il bundan əvvəl bax burada qatar stansiyası var idi. Bəli dostlar, indi inanılmaz bir, belə deyim də, yəni tanınılmaz bir vəziyyətdə olan bax bu ərazi, əvvəllər insanlar bura tökülüşürdü və buradan Bakıya qədər, Bakı mərkəzinə qədər qatarla gedə bilirdi. Amma həqiqətən bura baxırsan və inanmırsan ki, burada nə vaxtsa həyat olub. Dostlar, ilk öncə onu demək lazımdır ki, deməli, Pirallahı adasında ictimai nəqliyyatın tarixi gedir çıxır 1930-cu illərə. Burada at vasitəsilə dartılan, amma yəni də rels üstündə olan konka dediyimiz bir ictimai nəqliyyat növü olub. Sonra 1953-cü ildə deməli qala stansiyasını Abşeron ərazisində ən uzaqda yerləşən neft yataqları ilə əlaqələndirən 30 kilometr uzunluğunda bütövlüylə bir dəmir yolu xətti yaradılır. Düz Pirallahı adasına qədər 1953-cü ildə açılışı olur və 2012-ci ilə qədər ən azından stansiyanın binası mövcud idi və həm avtomobil yolu var idi, həm dəmir yolu var idi və ərazidə hal-hazırda 10.000 insan yaşayır və təbii ki, 10.000 insanın ictimai nəqliyyat ehtiyaclarını hal-hazırda çox layiqincə ödəyə bilərdi bu dəmir yolu xətti. Anar da vurğuladığı kimi, hal-hazırda Azərbaycan dəmir yollarının apardığı siyasət var. Sovet vaxtında layihələndirilmiş dəmir yol xəttlərinin və stansiyalarının yenidən həyata qaytarılması siyasəti aparılır və təbii ki, bu şəraitdə Pirallahı stansiyasında qaytarılması və insanlara ictimai nəqliyyat xidməti üçün təqdim edilməsi, insanlara qaytarılması xidmətin çox yaxşı olardı. Dostlar, və burada Pirallahıda yeni bir tikilən məhəlləyə rast gəldik və ilk baxışdan çox səliqəli görsənir. Bax, burada belə kiçik səkilər, bax bu belə deyim də daşdan cığırlar. Bir məsələ var ki, burada bax bu yaşıllıq ərazisi biraz baxımsızdır. Burada təbii ki, yağış yağanda, qar yağanda bunların hamısı palçıq olur. Amma digər tərəfdən burada konkret olaraq piyadaların, yəni məhəllədə yaşayan sakinlərin həyətə gəlmək üçün, parkinə gəlmək üçün bir mühiti var. Biraz binalar haqqında da danışmaq istəyirəm. Bax, bu yeni tikilən 9 mərtəbəli binalar. Təbii ki, ən gözəl çarpan o məsələdir ki, hər zaman danışdığımız məsələ ki, yəni sıfırdan girişlər burada yoxdur. Yəni görürsünüz, bax, hətta pandus burada nəzərdə tutulub ki, uşaq arabasını, ya əl arabasını bura qalxa biləsən, amma real olaraq bu pandusdan heç kim istifadə eləmək olmur. Düzdür, burada skamya da var. Görürük ki, burada velosipeddən istifadə edənlər də var, burada blokda da var, burada da var. Yəni digər tərəfdən görürük ki, həqiqətən səliqəli bir yanaşma burada nəzərə alıblar. Digər biz burada öyrəndik ki, bu binalar neft işçiləri üçün deyil, hətta məcburi köçkünlər üçün vaxtilə 5-10 il əvvəl tikilən binalardır və burada fikir verdim ki, həyat o qədər də xaotik görsənmir də, yəni nisbətdə hər hansı bir standartlar, insolyasiya, burada söhbətgahlar da var, zibil qutusu da var, hətta məktəb var belə deyim də məhəllənin içində. Səncə bax bu yanaşma görünür ki, hər hansı bir standartları qoruyaraq salınıb bax bu məhəllə. Amma indiki bax burada salınan standartlar indiki müasir dövrə nə dərəcədə cavab verir? Təbii ki, biz elə özümüz də çəkdiyimiz bir çox ərazilərə baxsaq, Yeni Yasamal, Xırdalan, həmin ərazilərlə müqayisədə burada daha səliqəli bir infrastruktur görürük. Amma bu infrastruktura sadəcə texniki baxılıb. Biz dəfələrlə
vloqlarda qeyd etmişik. Yəni bizdə normativlər hələ də SNIP, Строительные нормы и правила hələ də tətbiq olunur. Bəli, Sovet standartları. Biz artıq bir çox keçmiş Sovet ölkələri, postsovet ölkələri, hətta qonşuluqda olan Gürcüstan belə artıq Evrokod standartlarına keçib. Amma bizdə hələ də təəssüf ki, SNIP olduğuna görə, məhz bu normativlərlə işlənildiyinə görə bu binalarda da baxırıq ki, məsələlərə ümumiyyətlə layihənin özünə, tikintiyə texniki baxılıb. Yəni bəli, səkilər var, hansısa biraz səki olsun, xatirinə var. Yəni burada sosiallaşmaq üçün bəli, söhbətgahlar var, amma texniki olaraq baxılıb. Yəni bütün bunlar təbii ki, bunları gələcəkdə də dəyişdirmək olar, yəni yeni həllər vermək olar bütün bunlara. Və ümumi biz vizual olaraq da baxsaq, yəni vizual olaraq da texnika baxılıb məsələlərə. Burada daha fərqli, yəni bir kvartal tipli tikililər ola bilərdi, külək, günəş, bu faktorlar nəzərə alına bilərdi. İnsanların alınıb da, mən səhv eləmirəmsə, yeni yasamalla müqayisə olunanda belə, yəni insolyasiya ən azı burada, yəni binalar arasında məsafə, günəşin şeydir, yəni mənzillərə düşməsi, bunlar hamısı burada. Yəni onu deyirəm ki, o sırf texniki baxılıb məsələlərə. Yəni bəli, Sovet dövründə olduğu kimi baxılıb, amma artıq biz o dövrü inkişaf edib, bu əgər yəni bizdə bu yerli sakinlərə məlumat verir ki, heç 10 il deyil bu tikililər cəmi tikilib. Yəni 10 ilə görə biz müqayisə eləsək, biz bir çox vaxtı Sovet dövründə salınan mikrorayonlardan filan danışarkən dövrünün reallıqlarından danışırıq, amma cəmi bu heç əgər bu tikililər 10 il deyilsə, daha fərqli yanaşmalar ola bilərdi. Yəni biz fikir edirik ki, tək burada deyil, ümumiyyətlə bir çox binalarda bax bu göy şüşələrdən, bax bu yanaşmadan istifadə edirlər, bəzən hətta aynə bərklərdə ondan istifadə edirlər. Yəni yaşayış binasının dizaynı beləmi olmalıdır? Təbii ki, tikililər ümumiyyətlə vizual tərəflərinə, əgər memarlıq tərəflərinə baxsaq, yəni bir neçə tiplərə bölünür. Hətta mənim belə deyək, ən çox sevdiyim memarlardan mənim üçün ən pikdə olan memarlardan biri, bəlkə də başında gələn, məsələn, Le Corbusier'in bir prinsipləri var idi. Onun bir diaqramı var idi ümumiyyətlə 10%-dən 90%-ə qədər. Yəni bir bina sənaye binasıdırsa, burada 90% funksionallıq olmalıdır, 10% vizuallıq. Əgər ən pikə qalxdıqca mədəniyyət bir binasıdırsa, teatrdır filan, digər hansısa bir kult binadırsa, orada artıq 90% vizual tərəfi olmalıdır, 10% digər tərəfləri. Yaşayış binalarında da yəni funksionallıq önəmli faktordur. Çünki insanlar özünün gündəlik həyatının böyük hissəsini burada keçirilir. Bunun vizual tərəfləri də yəni yaxşı olmalıdır. Əgər bir insan bu məhəllədə gününü keçirdirsə, baxarkən yəni binaya kreativlik qatmaq bu cür göy şüşələrlə, hansısa plastik pəncərələrlə təbii ki, olmamalıdır. Bir çoxları yenə də bizə bəlkə hərdən irad da bildirə bilərlər, bəlkə deyə bilərlər ki, hərənin bir zövqü var, amma bu... Sağ ol, ən böyük arqument odur ki, yəni hər zaman biz danışanda bizə deyirlər ki, bu zövq məsələsidir, kreativlik məsələsidir. Yəni bunu inşa edən memarın baxışı bu olub da, yəni siz niyə zövqə qarışırsınız? Amma əminəm ki, bunun standartları olmasa da bir konsepsiyası olmalıdır. Yox, bunun standartları yəni əslində var təbii ki. Biz bunu ilk vloqda, yəni biz çəkdiyimiz hansı ki, Hüseyin Cahit prospektində çəkdiyim ilk vloqda qeyd etmişdik ki, zövq formalaşdırılmalıdır. Yəni, istər memar olsun, dizayner olsun, hətta sifarişçi olsun. Yəni, əgər o alternativləri görməyibsə, yəni zövqü formalaşmayıbsa, o demək deyil ki, onun zövqü, belə deyək də, diktə edən bir şey olmalıdır. Mən açığı deyim, sırf ada olduğunu nəzərə alaraq və əhali sıxlığı da olduqca azdır da burada normalda. Bu qədər asfaltlanmış sahələrin verilməsi, ümumiyyətlə burada bir avtomobil hərəkətinin bu dərəcə tənzimlənməsi, belə düz bucaqlar, yəni mən əslində buna bir ehtiyac görmürəm. Buranı ortaq bir mühit eləmək olardı, normal. Shared Street, böyük bir Shared Street eləmək olar, bəli, ortaq bir mühit, paylaşılan mühit ola bilərdi ki, burada yəni əlavə belə ensiz səki, yəni buradakı ərazi çoxdur, burada niyə səki ensiz olmalıdır? Yəni şəhərin özünü başa düşdük də, tutağım ki, heç onu da düzü başa düşmürük, amma hər nəsə. Hə, burada ortaq bir mühit eləmək olardı, yer daşdan ola bilərdi, həm maşınların sürətini tənzimləyərdi o daşlı yol, həm avtomobillər özlərini məhəllədə olarkən özlərini doğma bir mühitdə hiss eləməzdilər.
ki, hə bura asfaltdır, mən burada sürə bilərəm. O şuuraltı işləyən şeylərdir bunların hamısı ki, yəni insan verdiyi bir çox qərarları, həmçinin yol nəqliyyatında, hərəkətində də verdiyi qərarları şuuraltı ilə eləyir. Bayram, bilirsən, bu haqda biz çox danışmışıq müxtəlif vloqlarda, səninlə, Dilqəmlə və arqumentlərdən biri isə həmçinin o olur ki, bizə deyirlər ki, siz dediyiniz layihələri, yanaşmanı, kreativliyi tətbiq etmək üçün böyük büdcələr lazımdır. Bu həqiqətən elədirmi, yoxsa aşağı büdcə ilə kreativ bir həyət qurmaq olarmı? Bilirsən, Anar, mən düşünürəm ki, biz bu yöndə heç olmasa addımlar atmağa çalışmasaq, biz bilməyəcəyik ki, aşağı büdcə ilə nəsə eləmək mümkündür ya yox. Mənim münasibətim buna daha çox belədir və mən müsabiqələrin tərəfdarıyam. Müsabiqələr vasitəsilə biz təbii ki, müxtəlif təkliflərə baxa bilərik və bugün memarlıq müsabiqələrinə nəzər yetirsək görərik ki, misal üçün ekoloji standartları nəzərə alaraq dizayn ola bilər ərazi, yaxud ərazinin özünün coğrafik özəllikləri nəzərə alınaraq daha uyğun şəkildə dizayn oluna bilər. Bir çox hallarda biz tutam ki, əlavə vəsaiti isitmə sistemlərinə xərcləyirik, soyutma sistemlərinə xərcləyirik, binaların səhv quruluşuna görə, ərazinin səhv quruluşuna görə artıq səviyyədə külək misal üçün cəlb olunur əraziyə və s. Bu məqamları düzəltmək üçün memarlıq müsabiqələri bir vasitədir, bir yoldur ki, müxtəlif komandaların müxtəlif iş metodikası var və aralarında yetəri qədər komandalar var ki, misal üçün külək məsələsini nəzərə alırlar çox diqqətlə, günəş düşməsini nəzərə alırlar çox diqqətlə və adicə ərazinin quruluşu səviyyəsində nə qədər məsələni həll edib bir çox vəsaitə qənaət eləmək mümkündür. Dostlar, bu məhəllənin həmçinin xüsusiyyəti odur ki, biz burada fikir verdik və burada sakinlərdən də soruşduq ki, bax bu evin balkonlarının qarşısında olan bütün bu ağacları məhz sakinlər özləri əkib. Yəni burada konkret olaraq yaşıllığa dair bir sosiallaşma gedib. Bu məhəllə, bax bu balkona qabağı olan bax bu bağça bir sakin əkib, digər sakin özləri də deyib, yəni bu olsun. Əvvəl biz də elə bildik ki, burada sırf bu o vaxt tikilən, yəni bu icra hakimiyyəti o vaxt yəni özləri bax buranı bax bu cür abadlaşdırıb, amma əksinə buradakı bütün bax bu yaşıllığı məhz sakinlər özləri əkib, özləri bilirlər ki, hansı torpaqda nə bitir və həqiqətən burada yaxşı bir sosiallaşmanın bir nümunəsidir. Ümumiyyətlə 9 mərtəbəli binalardan ibarət və yaxud 9 mərtəbədən daha yüksək mərtəbəli binalardan ibarət ərazilər ən böyük çətinlik ondan ibarətdir ki, ətrafda baş verənlər kimə məxsusdur, kimindir, kim buna cavabdehdir, kim məşğul olmalıdır? Bunun cavabı təəssüf ki, yoxdur. Və ona görə biz həmişə aşağı mərtəbəlilik tərəfdar oluruq bu məsələlərdə və burada da gördüyünüz kimi müəyyən dərəcədə yerli sakinlərin arasında kiminsə marağı var, şəxsi entuziazmı var və o nəticəsində belə yaşıl ərazilər üzə çıxıb. Yəni normalda təbii ki, bu olmazdı. Zamanında qazon olub və qazon sonra quruyub, pis vəziyyətə düşüb və onun yerində artıq belə bir şey eləmək mümkün olub. Amma bir çox hallarda görürük ki, heç o qazon yeri də qalmır. Və insanların elə motivasiyası da olmur aşırı dərəcədə. Çünki binalar hündür mərtəbəli, ətrafda nə baş verir? Yiyəsi bir növ yəni bilinmir ki, buna empatiyanı kim göstərməlidir? Bu torpaqla kim məşğul olmalıdır? Hündür mərtəbəli binaların əsas problemi biri budur. Burada insanların tarixən belə deyək də torpağa, öz doğma mühitinə bağlılığı nəticəsində görürük ki, insanlar şəhərdə yaşasalar da, şəhərləşmiş bir yerdə yaşasalar da öz daxilindəki o istəklərini bu kiçik bir ərazidə olsa belə ifadə edə bilirlər. Əlçatanlıq cəhətdən təbii ki, məktəbin insanların yaşadığı əraziyə yaxın olması çox yaxşı bir şeydir. Yəni biz 15 dəqiqəlik şəhər konsepsiyasından danışanda elə vurğuladığımız əsas məqamlardan biri budur ki, məktəb, ondan sonra səhiyyə, hansısa dükanlar, hansısa kommersiya xidmətləri, sosial xidmətlər hamısı yaxınlıqda olmalıdır. Bu cəhətdən bu çox yaxşı bir şeydir. Sadəcə bizim yerli urbanistikanın, Azərbaycan urbanistikasının, keçmiş Sovet ölkələrinin urbanistikasının ən böyük problemlərindən biri nədir? Lazımsız hasarlar. Yəni burada oxuyan uşaqlar, şagirdlər, bu hasar nəyə görə olmalıdır ki, bunlar elə evlərindən çıxıb bu məktəbdə oxuyurlar və qayıdırlar. Yəni hasar təbii ki, vizual kirlilik cəhətdən çox belə uyğunsuz bir vəziyyət yaradır.
Ondan əlavə bir baryer yaradır ki, bu baryera ehtiyac yoxdur. Bu ortaq bir mühit ola bilərdi. Məktəbin ətrafındakı ərazi asfaltdan təşkil olunmuş bir təcridxana olmayacaqdı. Bilirsiniz, yəni ərazi sanki təcrid olunub, heç nə baş vermir məktəbin ətrafında. Asfaltlanmazdı. Bir daha dinamik olardı. Uşaqların məktəbləri ilə evlərin arasında bir əlaqə, bir bağ yaranardı. Ərazi ümumiyyətlə daha bütövlüklə daha hərəkətli olardı. Yəni insanlar məktəbin həyatında vaxt keçirə bilərdilər. Biz həmin o mərkəzi küçədən, tam o mərkəzi küçədən kiçik bir orada meydan var, skver var. Hansı ki o meydandan məhz bu küçəyə daxil oluruq və bu maşınsız bir küçədir. Bir tərəfli bağlıdır, digər tərəfdən açıqdır. Amma biz burada nə görürük? Burada bu küçənin sağında və solunda 2 məktəb yerləşir. Hal-hazırda qarşısında dayandığımız və Stalin dövrünə xarakterik olan memarlıqda olan çox estetik, çox gözəl binadır və bildiyimiz qədər bu binanı Alman əsirlər tikib, 235 sayılı məktəb. Digər tərəfdə isə daha sonralar 60-cı, 70-ci illərə məxsus sadə eyni tipli məktəb 168 sayılı məktəbdir və bu 2 məktəbin arasında biz sadəcə bir asfalt bir meydançalar görürük. Hansı ki bu həm burada belə deyək, təhsil alan tələbələr üçün yəni lazımsız bir yanaşmadır. Həmçinin biz bu Sovet vaxtından gələn biz normativləri qeyd etdik. Bu lazımsız hasarlar var. Hər 2 məktəbin hasarını biz götürsək, məhz bu məkanı burada çox gözəl, artıq çox güman ki bir 50-60 ildən çox olan bəlkə də daha çox ağaclar var, həmişə yaşıl ağaclar var, müxtəlif ağaclar var burada. Yaşıllıq, buranın mühiti də yaxşı vəziyyətdədir. Yəni ekoloji olaraq yaxşı vəziyyətdədir. Amma burada ciddi urbanistik biz yaxşı həllər versək, məktəbin hasarını yığışdırsa, müxtəlif dövrlərin memarlığı var, 2 məktəb var. Çox maraqlı burada, yəni məhz burada təhsil alan şagirdlər üçün, tələbələr üçün çox maraqlı mühit yarada bilər. O tələbələr məhz bu meydanda sosiallaşa bilərlər, maraqlı küçə mebelləri burada təklif eləmək olar. Həmçinin daha az yaşlı uşaqlar üçün müxtəlif əyləncəli bir hansı meydançalar ola bilər. Yəni buranı daha insan yönümlü, daha estetik bir məkana çevirə bilərik. Biz məhz bu o cür gözəl burada 235 sayılı məktəb çox estetik bir binadır. Memarlıq olaraq, proporsiyalar olaraq. Amma biz bina ilə kontaktda ola bilmirik. Biz bunu bir çox vloqlarda qeyd etmişik ki, həmin o gözəl memarlıqla ümumiyyətlə insanlar kontaktda ola bilməlidir. O bina ilə bağlı, yəni daha yaxından o binaya toxuna bilməlidir. Təəssüf ki, bu hasarlar bizə imkan vermir ki, biz o binalarla məhz kontaktda olaq. Doğrudan da burada çox maraqlı mikroklimat var. Quşların səsi, yaşıllıq, ağac filan. Baxın, bura bir adanın bir meydanına çevrilə bilər. Özü də məsələ burada təkcə məktəbli tələbələr deyil. Məhz həftə sonları həmin bu adanın gənclərinin yığışdığı bir yer ola bilər. Yəni əyləncələr təşkil oluna bilər. Bayaq qeyd etdiyimiz kimi, yəni şəhər bələdiyyəsinin özünün büdcəsi olsa, yəni şəhər bələdiyyəsi burada maraqlı eventlər təşkil edə bilər həftə sonları. Yəni buranı maraqlı, yaşamalı bir adaya çevirmək mümkündür. Burada yəni bu potensialı da görə bilirik. Mən dostlar, burada Piralahıda əsas küçədən sıravi bir küçəyə keçdik, döndük və fikir verin bura necə gözəldir. Görürsünüz, burada şam ağacları var, yaşıl bufer zona yaradır burada, səki var, burada sakit bir atmosfer var və hər zaman deyirik ki, ağaclar təbii kondisionerdir və əminəm ki, burada yayda gəzərkən burada çox sərin olur. Fikir verin, burada yaşayış binaları da var. Mən burada sadəcə əlavə eləmək istəyərdim. Nə dəyişiklik eləmək istəyərdim daha doğrusu. Burada ortaq küçə yaratmaq olardı. Yenə də Shade Street. Burada zaten yaşayış evləridir. Böyük trafik yoxdur. Və burada bu asfaltın yerinə yenə də daşlı bir küçə eləməklə, ortaq bir küçə prinsipi ilə burada yaxşı bir mühit yaratmaq olar. Amma yenə də hətta indiki mövcud vəziyyətdə bura məncə çox qəşəng alınıb və burada maraqlı bu evlər var. Heç bizim qəsəbələrə tipik olmayan, bax bu şiferdir, yenə də o qırmızı kərpiclə, qırmızı örtüklə olan bax bu binalardır burada və burada dediyim kimi yenə də hər yerdə yaşıllıq, səki də nəzərə alınıb və çox gözəl bir ortaq
küçə burada yaratmaq olar məncə. Dostlar, Pirallahıda əsas yoldan ara küçələrin birinə keçdik. Çünki uzaqdan çox maraqlı gələn damlar gördük. Daha çox şimal xalqlarına xas olan üslubda hazırlanmış taxta evlərdir. Damları kiremitdən hazırlanıb. Deməli, çox maraqlı görünən damlardır uzaqdan. Belə qırmızı rəng çalarlarında daha çox və ondan əlavə bizə çox maraqlı gələn bu kərpicdən hörülmüş maraqlı deməli sobaların borularıdır ki, böyük ehtimal ki, evin özündə maraqlı bir kərpicdən hazırlanmış bir sobalar da var. Biz bilmədik bu Fin üslubludur ya Rus üslubludur. Daha çox bu iki üsluba oxşayan taxta evlərdir və təbii ki, bu adanın memarlıq müxtəlifliyini göstərən əsas gözəl məqamlardan da biri budur. Və burada arada belə bir maraqlı yer gördük. Deməli, taxta hasarlardır. Hər həyətin öz taxta hasarları var. Təəssüf ki, əsas küçədə hasarlar daşdan hörülüb və çox hündürdür və təbii ki, buranın bir estetik görkəmi əlbəttə ki, bu gözəl taxta evlərin hesabına qarşılanır və təəssüf ki, hasarlar imkan vermir ki, biz bu gözəlliyi görək. Bir çox hallarda, digər nümunələrdə də göstərdiyimiz kimi hasar problemi hər yerdə özünü göstərir. Təbii ki, bu əsas küçədə olan hasarları da biz taxtadan müəyyən bir maraqlı üslubda, eyni zamanda ərazinin özünü vurğulayan bir üslubda hazırlasaydıq, bu küçənin özü bir çox insana, əsasən də turistlərə çox cəlb edici formada görünə bilərdi. Və həmişə kimi də digər problemlərimizdən biri də əlbəttə ki, bu kommunikasiya xəttləridir. Təbii ki, kommunikasiya xəttləri də vizual kirlilik yaradır. Başa düşürəm ki, bu formada eləmək daha ucuz başa gəlir və sayta qənaət eləmək olur, amma estetik tərəfi var məsələnin və təbii ki, bu boruların yerin altı ilə aparılması çox yaxşı olar. Biz hal-hazırki adıyla desək, Vaqif Mustafazadə adına mədəniyyət evinin qarşısındayıq. Yəni, Sovet dövrünün prinsiplərindən götürsək, yəni də mədəniyyət evi, klub kimi tanıyıblar buranı. Buranın arxa fasadına çıxan, yəni arxa həyətində çox maraqlı açıq hava kinoteatrı var, səhnə var. Yəni, insanlar açıq havada zamanında kinoya baxıblar. Digər tərəfi dənizin sahilinə çıxır. Bu cür möhtəşəm bir memarlığı olan, özü biz fikir verirsə, yəni burada hər şey düşünülmüş və peşəkarcasına düşünülüb. Yəni binanın girişi künc tərəfdəndir, çünki binanın ümumiyyətlə baxışı, yola baxışı, yəni küncdən olduğuna görə çox maraqlı memarlığı var. Amma təəssüf ki, biz yenə də, yəni rayonun, ümumiyyətlə bu adanın bəlkə də ən kult binası saymaq olar bunu. Bəzən biz hansısa kiçik qəsəbənin, şəhərin kult bina deyəndə sanki bu ən hündür bina olmalıdır, ən şüşəli bina olmalıdır, elə bir şey yoxdur. Yəni bu bina, bu məkanın, Pirallahının ən belə deyək, ən kult binası olub zamanında da. Bugün də biz buna baxsaq, biz bayram günləri, yəni ümumiyyətlə biz burada hər yerdə hasar görürük. Digər yerdə Gənclər Parkı var, hansı ki, yəni hasarın içində və heç bir gənc yoxdur orada. Biz bugün bu mədəniyyət evinə daxil ola bilmirik, heç həyətinə daxil ola bilmirik təəssüf ki. Bu cür yaşıllığı olan, bu cür memarlığı olan, biz o memarlığa toxuna bilmirik. Yəni təsəvvürürsünüz, təbii ki, bunun çox güman ki, ilkin memarlıq elementləri yığışdırılıb, plastik pəncərələr asılıb, yəni hasar filan, bütün bunları biz normal həllər versək bura, çox gözəl bina olar, biz o bina ilə kontaktda ola bilərik, insanlar burada sosiallaşa bilər, çox maraqlı yerdir, çox maraqlı məkandır, amma təəssüf ki, biz burada çox böyük bir asfalt səhralığı görürük. Bu barədə bayram danışsa daha maraqlı olar, necə urbanistik həllər vermək olar. Və bu cür maraqlı bu qəsəbənin, bu adanın deyək, bəlkə də zamanına görə ən dominant binası mədəniyyət evi. Yəni bu adanın mədəniyyət evi bu vəziyyətdə olmamalıdır, bu cür hasarlar burada olmamalıdır, bu fəaliyyət göstərməlidir, üzərində olan vizual kirlilik yığışdırılmalıdır, ilkin memarlıq üslubuna qaytarılmalıdır bina. Düşünürəm ki, ümumiyyətlə binanın dominantlığı bu mühitə qaytarılmalıdır. Çünki bu mühitdə gördüyümüz kimi böyük bir asfalt səhrasıdır. Avtomobillər belə yüksək sürətlə olmasa da keçirlər və ətrafda nəyə aiddir hissi təəssüf ki, yox olub. Ona görə ilk növbədə bu hasarın buradan götürülməsi və ümumiyyətlə bu park yaşıllıq zonasının xeyli böyüdülməsi mümkün ola bilər.
Yəni çox böyük bir ərazi var burada. Yəni bizim bu qədər böyük bir asfalt ərazisinə ehtiyacımız yoxdur təbii ki. İctimai məkan yaradıla bilər, burada küçə mebelləri istifadə oluna bilər təbii ki. İnsanların bura axışması üçün burada müəyyən məşğuliyyətlər üçün müəyyən hansısa dizaynda, üslubda küçə mebeli istifadə oluna bilər. Park sahəsi genişləndirilməlidir və təbii ki, binanın dominantlığı, yəni o tərəfdən daha çox Stalin memarlığına bənzəyirdi. Bu tərəfdən daha çox konstruktivist bir vibe var bu binanın. Yəni olduqca maraqlı bir dominantdır bu ərazidə və təbii ki, mədəniyyət evidir bu. Mədəniyyət evinin ətrafında həyat olmalıdır. Mədəniyyət evinin ətrafında mədəniyyət evinə xas olan o ruh çıxmalıdır, binadan kənara çıxmalıdır. Dostlar, bir dənə plandan kənar bilgiyə çəkmək istəyirik, göstərmək istəyirik sizə. Deməli, burada yerli sakinlər dedilər ki, burada hətta köhnə çörək zavodu var. Gəlmişik, bax, bu dağıntılar olan bina bu əvvəllər çörək zavodu olub. Təsəvvür edirsiniz, bax, indiki buradakı mühit təbii ki, tam dağıdılmışdı. Daşlar falan hamısı qalıb qıraqda, orada da nəsə işsat görürlər. Amma bax, bu keçmiş çörək zavodudur. Bax, bu bina sanki inanırsınız, təbii ki, binadan demək olar ki, heç nə qalmayıb. Amma bax, buradakı autentik bir mühit. Kimsə deyə bilər ki, hə, yəni nə var ki, burada dağıntılardır. Amma həqiqi olaraq memarlıq cəhdindən, urbanistik cəhdindən burada çox yaxşı bir məncə həll eləmək olar. Bərpa işləri görmək olar. Bax, burada bu hasarın arxasında demək olar ki, görünmür. Bax, bu keçmiş çörək zavodudur. Çox belə görsənir ki, vaxtı ilə çox möhtəşəm bir bina olub. Amma indi demək olar ki, binadan heç nə qalmayıb. Çox güman ki, bunu ümumiyyətlə dağıdacaqlar. Amma bir anlıq təsəvvür edin ki, bunu necə bir bərpa eləyib, necə bir autentik bir məkana çevirmək olar. Bu haqda bir neçə dəfə vloqlarda danışmışıq. Tam təsadüf olaraq biz buranın yerli sakinlərinin, çünki bizim belə bir planımızda yox idi, məhz konkret olaraq bu məkanı çəkmək və tam təsadüf etibarilə yerli sakinlərin sadəcə məsləhəti ilə belə bir çörək zavodu bizə dedilər ki, var və baxımsız vəziyyətdədir. Hətta dağılma təhlükəsi ilə üz-üzə qalıb. Yəni, burada o qədər gözəl atmosfer var ki və dənizin də kənarındadır. İndi biz o kadrları da görərik. Buradan hətta dəniz panoraması var. İstər memarlıq olaraq, həmin o Sovet dövrünün məhz burada o vibe-ını hiss eləmək olur. O autentikliyi hiss eləmək olur. Hətta içərisində də bəzi kadrları göstərərik. Yəni, mən düşünürəm ki, bu binanı saxlamaq, bərpa eləmək, indi istifadəsini təbii ki, fərqli formatlarda düşünmək olar. Bayram, sən necə düşünürsən? Yəni mən düşünürəm ki, ümumiyyətlə, yəni çörək zavodu, çörək fabriki məntiqi ilə Sovet dövründə belə bir böyük binanın tikilməsi çox ağla batan idi. Çünki istehsalat da mexaniki idi əsasən. Ona görə təbii ki, daha böyük bir ərazi, daha böyük bir avadanlıq, ölçü olaraq böyük avadanlıq lazım idi. Sonra gərək böyük ehtimal ki, bütün şəhər üçün bu istehsal edirdi. Hazırda bizdə özəlləşdirmə dövründə xırda çörək sexləri fəaliyyət göstərir. Belə bir şey ehtiyac yoxdur və nə yaranır? Yəni iqtisadiyyat dəyişimi var, texnoloji inkişaf var və nəticəsində belə bir böyük tikiliyə ehtiyac qalmır. Belə böyük tikiliyi nə etmək olar? Təbii ki, bu adanın sənaye keçmişini xarakterizə eləyən, simvolizə eləyən bir tikilidir. Buna dair bir çox dünyada fərqli nümunələr var. Bizə yaxın nümunələrdən biri, misal üçün, eyni buna oxşayan yeri gəlsə, düz elə dəniz qırağında yerləşən Sankt-Peterburq şəhərində Sevkabel Port adlı bir dənə ictimai məkan var ki, orada həm belə deyək, qalereyalar var, həm belə deyək, incəsənət mərkəzləri var. Kafelər, restoranlar, sərgi mərkəzləri var, müxtəlif sənət üzrə ixtisaslaşmaq istəyən insanlar üçün təhsil mərkəzləri var. Həmçinin eyni format elə Moskvada da var, hansı ki, köhnə belə deyək də elektrostansiyanı, yəni dünyada bir nömrə olan, biz bunu Türkiyə üçün də nümunə göstərmişdik, Atatürk Kültür Mərkəzində, amma Moskvada məhz Renço Piano yenidən həmin o elektrostansiyanı transformasiya eləyib, belə deyək, və bugün orada Moskvanın ən belə deyək də yaxşı istər rəssamlıq sərgiləri, heykəltaraşlıqla bağlı müxtəlif eventlər təşkil olunur. Eynən, yəni düzdür, burada dəniz formatıdır. Sankt-Peterburqda da yəqin dəniz formatı, amma Moskvadakı düzdür, Volqa çayının kənarındadır, amma çox maraqlı, yəni baxımsız bina idi eynən və çox maraqlı məkana çeviriblər. Həmçinin mən əlavə eləyim,
Bunun ətrafında bəzən bizim investorlar, bilməm, yəni layihə işləyərkən hansısa konkret formatları verirlər. Bunun ətrafında xeyli boşluqlar var, hansı ki tikinti üçün. Kiçik mərtəbəli, daha doğrusu az mərtəbəli tikililərlə bunun ətrafını da maraqlı doldurma olar və bəli, 100% aşağı mərtəbəli tikililər əlavə eləmək olar. Bunun özünün də misal üçün kvadrat metraj çatmırsa, müasir materiallardan istifadə eləyərək artırma eləmək olar ki, tarixlə müasirliyin fərqi dərhal görsənsin. Və təbii ki, Sevkabil port nümunəsindən çıxış edərək deyə bilərəm ki, sahil boyu burada bir ictimai məkan ola bilər. Buranın özündə müxtəlif təyinatlar üçün bu binanın özü istifadə oluna bilər. Təbii ki, bunun memarlığı və öz görünüşü qorunmaq şərti ilə. İlkin memarlıq üslubu qorunmaq şərtinə və həmçinin yəni Bayramın sözlərinə əlavə eləmək istəyirəm ki, buradakı atmosferi saxlayaraq, yəni bizim təəssüf ki, Mərdəkan vloqunda qeyd etmişik, ictimai çimərliklərimiz belə yoxdur. Yəni burada hər bir şey var da, bunun üçün hər şərait var ki, buyur Bayram. Dostlar, yəni həqiqətən deyirəm, həyatımda ilk dəfədir ki, dəniz qırağında çörək zavodu görürəm. Beləsi olmamışdı. Yəni mən düşünürəm ki, hər kəs buranı gəlib görməlidir. O qədər gözəl burada atmosfer var ki, və maraqlısı odur ki, buradakı həmin o Sovet dövrünün bu sənaye binası demək olar ki, toxunulmadan, düzdür, yəni baxımsız vəziyyətdədir, dağılma təhlükəsi ilə üzbəüzdür. Hətta düşünürəm ki, biz bunu tarixi bina siyahısına əlavə eləməliyik. Tarixi bina o demək deyil, daha qədim binalardır. Mütləq bu bina bərpa olunmalı, yenidən bu atmosferi bura qazandırmaq və bura çox gözəldir. Hətta bu vəziyyətdə belə siz gəlib buranı mütləq görməlisiniz. Mütləq gəlin, görün bu binanı. Bu qədər dostlar, elə başladığımız yerdə də videonu yekunlaşdırırıq. Məncə sizə maraqlı oldu. Çünki özümüzə də çox maraqlı oldu. Həqiqətən bu videoda hətta gözləmədiyimiz bir məkanları çəkdik. Həqiqətən istər bax keçmiş Sovet dövründə olan bu tikililər, yanaşmalar, küçələr, həqiqətən Pirallahıda bir unikallıq biz gördük və ümid edirəm ki, sizə maraqlı oldu və yekun olaraq həmçinin onu demək istəyirəm ki, bax Pirallahı bir tərəfdən hardasa bir unudulmuş, hardasa bir çox uzaq bir ada gördüyümüz, yəni Bakının sanki bir kənar olan bir rayondur, regiondur. Amma bugün də mənim qonaqlarım da qeyd elədi ki, bura həqiqətən turistik bir məkana çevirmək olar. Həqiqətən burada yaxşı müasir urbanistik həllər verməklə buranı qat-qat daha cəlbedici etmək olar. Və hər zaman dediyim kimi, əgər belə videolar sizə maraqlıdırsa, mütləq kanala abunə olun, yeni videolar bilək ki, siz gözləyirsiniz və eyni zamanda kanalın inkişafına da dəstək göstərmək istəyirsinizsə, bizdə Patron platformasında, Kofel platformasında dəstək ola bilərsiniz. Biz də bilək ki, sizə də belə videolar maraqlıdır və bizə əlavə stimul verə bilərsiniz. Mən isə dostlar, sizinlə növbəti videolara qədər sağollaşıram. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik.